Saçlarının bu 5 siqnalını heç vaxt nəzərdən qaçırma. Əgər saçların quru və kövrəkdirsə, ucları qırılırsa, bu çox zaman orqanizmdə zülalın, omega-3 və yağ turşularının çatışmazlığından xəbər verir. Ona görə daha çox yumurta, qoz fındıq və yağlı balıq ye. Əgər saçların tökülürsə, güclü şəkildə tökülürsə, çox güman ki, səndə D vitamini çatışmazlığı var. Xüsusilə indiki vaxtda daha çox günəşdə olmağa çalış. Əgər saçların çox nazikləşibsə, bu çox vaxt həddindən artıq stres və ya hormonal dəyişikliklərlə bağlı olur. Ona görə çalış, stresi azaldasan, qidalanmanı qaydaya salasan və sakitləşəsən. Əgər başında kəpək əmələ gəlibsə, bu sink çatışmazlığına və ya kifayət qədər su içmədiyinə işarə ola bilər. Ona görə daha çox balqabaq tumu ye və su iç. Əgər saçların tez ağarırsa, bu çox vaxt B12 vitamini çatışmazlığını göstərə bilər. Buna görə daha çox süd məhsulları və yumurta istehlak et.